Salam dəyərli müəllimlər, bugün məntiq xətaları haqqında bir izah verəcəm. Deməli, məntiq xətası nədir? Gəlin bu suala cavab axtaraq biz dərsimizdə və başlayaq. Məntiq xətası tutarsız bir arqumentdir, yanlış gəldiyimiz bir nəticədir. Məntiq xətasını kimlər eləyir sualını versəm, hər bir insan məntiq xətasına yol verə bilər. Əlində zəif arqumentin varsa, tutarlı arqumentin yoxdursa, dərindən analiz aparmadan fikirləri irəli sürürsənsə, bu bir məntiq xətasıdır. Məntiq xətası dediyim kimi yaşdan asılı deyil, uşaq da, böyük də məntiq xətasına yol verə bilər. Müəllim də, şagird də, həkim də, istənilən peşənin sahibi məntiq xətasına yol verə bilər. Daha sonra hər bir insan məntiq xətasına yol verə bilər dedik. Bir də deyirəm ki, səbəb nədir? Yəni, insan niyə məntiq xətasına yol verir? Ona görə ki, məntiq xətası məntiqlə düzgüncə zaman ayırmır səbəb axtarmağa, zəif arqumentlərlə fikrini əsaslandırır. Bu zaman məntiq xətasına yol vermiş oluruq. Məntiq xətaları hansılardır? Gəlin birlikdə baxaq bu barədə olan fikirlərə. Biz bilirik ki, 20-dən çox məntiq xətası var, amma onların heç biri bizə lazım deyil. Biz sadəcə 7 məntiq xətasından tanış oluruq. Proqramımızda bunlar var. Bunlar hansılardır? Həddən artıq ümumiləşdirmə, buna tələsik ümumiləşdirmə də deyilir. Burada da sizin üçün tapım. Həddən artıq ümumiləşdirmə, tələsik ümumiləşdirmə də deyilir. Böyük bir məlumat toplusundan kiçik bir nümunə götürülür və həmin kiçik seçmə əsasında nəticə çıxarılır. Bundan sonra bütün məlumat toplusuna tətbiq edilir. Sadə desək, həddən artıq ümumiləşdirmə məntiq xətasına yol verən şəxs bir-iki obyektə aid olan xüsusiyyətləri, bütün obyektlərə və ya bir-iki şəxsə aid olan xüsusiyyətləri bütün hamıya şamil etdiyinə görə həddən artıq ümumiləşdirmə, eyni zamanda tələsik ümumiləşdirmə məntiq xətasına yol vermiş olur. Nümunələr gətirmək istəyirəm. Məsələn, deyək ki, müəllim sinifə daxil olur, görür ki, uşaqlardan biri dəcəllik eləyir. Başlayır, deyir ki, ümumiyyətlə, bu sinifin uşaqları hər biriniz çox dəcəlsiz və oxumursunuz. Bu zaman məntiq xətasına yol verir axı. Hansı məntiq xətasına yol verir müəllim? Həddən artıq ümumiləşdirir. Çünki ola bilməz ki, sinifdəki bütün şagirdlərin hər biri dəcəl olsun. Əlbəttə ki, sinifdə oxuyan şagirdlərin də sayı az olmur. Və yaxud da əksinə bir məsələ haqqında müsbət bir fikir deyim. Elə bu müəllim şagirdlər olsun. Müəllim gəlir, görür ki, sinifdə şagirdlərdən biri-ikisi dərsə çox yaxşı hazırlaşıb və başlayır bunları sorğu-sual eləməyə. Dərsi bitdikdə deyir ki, ümumiyyətlə, məsələn, sizin sinifin şagirdləri çox çalışqandır. Hər biriniz əlaçı olmağa layiqsiniz. Artıq bu zamanda həddən artıq ümumiləşdirir axı. Bir sinifin də əlbəttə ki, bütün şagirdləri çox yaxşı oxuya bilməz və yaxud da hər bir şagird sakit ola bilməz. Müxtəlif cür şagirdlər var sinifdə. Necə ki, hər biri yaxşı oxuya bilməz, hər biri zəif oxuya bilməz. Hər növdə, hər təfəkkürdə şagirdlər mövcud olur bir sinifdə. Daha sonra nə deyək, bəlkə bir dənə də misal deyək sizə. Məsələn, bir insan gedir Samsungun telefonunu alır və başlayır, məsələn, telefon donur ya telefonda hansısa bir texniki nasazlıq olur. Deyir, mən indən sonra, məsələn, almaram da Samsungun telefonunu. Çox pisdir Samsungun telefonları. İndən sonra mən alsam ancaq iPhone alaram. iPhone telefonları heç belə deyil və s. Artıq həddən artıq ümumiləşdirir axı. Məsələn, Samsungun yüzlərlə, bəlkə də 100-dən çox, minlərlə telefon növü var. Sən almısan, düzgün istifadə eləməmisən və yaxud da əlindən mi salmısan yerə. Ümumiyyətlə, telefonda mı bir nəsə problem olub, bu o demək deyil axı Samsungun bütün telefonları pisdir. Yəni, sən problem yaşamısan deyə ümumiləşdirə bilmərsən. Bu oldu həddən artıq ümumiləşdirmə məntiq xətasına yol vermək. Daha sonra özünü bənzətmə məntiq xətasına yol verən şəxsə görə tanınmış, cəmiyyətdə hörmət sahibi olan şəxsin bütün etdikləri doğrudur və bu, onun etdiklərini sorğu-sualsız təkrar etmək imkanını verir. Xeyr, bu belə deyil.
Özünü bənzədəndə cəmiyyət tərəfindən qəbul edilməklə çox vaxt səhv salınır, amma biz bunu belə aydınlaşdıraq gəlin. Özünü başqasına bənzətmə özünü bir nəfərə bənzədir. Amma cəmiyyət tərəfindən qəbul edilmədə özünü çoxluğa bənzədir. Deməli, özünü başqasına bənzətmədə bir nəfərə bənzədir, amma cəmiyyət tərəfindən qəbul edilmədə özünü çoxluğa bənzədir. Məsələn, nümunə burada verilib ki, tanınmış futbolcu Ronaldo KFC məhsullarını reklam edir. Əgər o reklam edirsə, deməli bu qidalar yaxşıdır və mən də istifadə edə bilərəm. Gördüyümüz kimi burada uşaq o qidadan sırf tanınmış şəxs istifadə etdiyi üçün istifadə etmək qərarına gəlir. Əgər o qidanı araşdırsaydı, sağlamlığına faydalı və yaxud da zərərli olacağı barədə düşünsəydi, yaxud öz ağız dadına, öz zövqünə görə uyğun olmağını dilə gətirsəydi, bu zaman məntiq xətasına yol verməmiş olardı. Daha sonra bir dənə də nümunə deyək. Məsələn, Raul voleybola gedir, mən də voleybola gedirəm. Voleybola getmək sağlamlığımız üçün xeyirdir desə, o zaman məntiq xətası olmaz. Amma desək ki, Raul voleybola gedir, mən də voleybola gedim. Raul gedir deyə, Raul yaxşı oxuyan şagirddir. Raul nə eləsə düz eləyir fikrinlə mən də voleybola getsəm və belə də fikrimi əsaslandırsam, artıq bu zaman özünü cəmiyyətə bənzətmədə artıq məntiq xətasına yol vermiş olarıq. Daha sonra nədən danışaq sizinlə? Şəxsi qərəzlikdən danışaq. Şəxsi qərəzlik yanlışlığı bir insanın dediklərinə mühakimə etmək əvəzinə bir mübahisədə onun xarakterini, görünüşünü, şəxsiyyətini və digər əhəmiyyətsiz cəhətlərini mühakimə edərkən baş verir. Şəxsi qərəzlikdən nə danışaq biz? Mən başqa bir misal deyim. Məsələn, bir insandan xoşum gəlmir, onunla dost deyiləm, şəxsən onu tanımıram. Amma onun dedikləri haqqında qərar verirəmsə və bu qərar onu tanımamağıma görə dəyişirsə də, mən artıq şəxsi qərəzli davrandım həmən insana. Məsələn, qonşudakı Elmir tanımıram, dost deyiləm, amma bilirəm ki, Elmir adında bir qonşum var. Onun dediyi düz olmayacaq. Nəyə görə mən belə fikirləşirəm? Çünki tanımıram da heç onu. Mən nə bilim, axı o nə danışar? Bu başqa bir məsələ haqqında o nə danışar? Mən nə bilim, onunla dost deyiləm, tanımıram. Yəqin ki, onun fikirlərdə səhv olar. Əgər belə deyirəmsə, artıq şəxsi qərəzlilik məntiqi xətasına yol vermiş olaram. Və yaxud da deyək ki, bir insandır, geyim tərzi fərqlidir. Biz deyə bilmərik axı, o insan geyimi gülməlidir, o insan heç qəribə geyinir, paltarlarının məsələn rənglərinin uyğunluğunu gözləmir. O insan dediyi də nə qədər doğru olar ki? Biz əgər belə yanaşsaq, əlbəttə ki, şəxsi qərəzlik məğzini, məntiq xətasını pozmuş olarıq. Necə ki, heç bir insanın zövqü eyni deyil. Hər bir insan fərqli zövqü var, geyim barədə, ümumiyyətlə həyat barədə, yemək barədə. Hər insanın özünün zövqü və seçimləri var. Hər insanın özünün tərzi var. Biz bu barədə heç kəsin fikirlərinə qarışa bilmərik. Eyni zamanda bu müəyyən sadaladığım xüsusiyyətlərə görə insanlara şəxsi qərəzli formada yanaşmamalıyıq. Bu zaman biz şəxsi qərəzlilik məntiq xətasına yol vermiş olarıq. Daha sonra boş adam. Boş adam məntiq xətası başqasının arqumentini səhv təqdim etdikdə və ya çox sadələşdikdə baş verir. İndi baxaq buradakı dialoqlara, görün nə maraqlıdır. Futbol strategiyalı əsrarəngsiz bir idman növüdür. Görək o birisi nə deyir dialoqda. Yəni siz deyirsiniz ki, digər idman növlərinin strategiyası yoxdur. Yəni görürsünüz, burada heç bu sualın, yəni bu dialoqdakı insanın dediyinin heç o birisi cavaba aidiyyatı var idi. Bu futbolu tərifləyir, belə deyim. O birisi deyir ki, yəni siz deyirsiniz ki, digər idman növləri pisdir. Görürsünüz, məsələnin məğzindən kənara çıxır. Boş-boş danışır. Digərinə baxaq. Sağlam olmaq üçün idman etməli, qida rejimimizə diqqət yetirməliyik. Yəni siz demək istəyirsiniz ki, mən xəstəyəm.
Yəni baxın, adi bir şəkildə bu insan deyir ki, sağlam olmaq üçün idman eləməliyik, qida rejimimizə diqqət eləməliyik, məsələn, bol-bol su içməliyik, çoxlu meyvə yeməliyik. O birisi isə deyir ki, məyər mən xəstəyəm. Başlayır boş-boş danışmağa. Aha. Eşitdiyini elə bir əsas arqumentin mənasız olmağına gətirib çıxardır. Məsələni sadələşdirir və boş-boş danışır. Çox mənalı danışmağa gələk. Çox mənalı danışmaq məntiq xətası əlaqəli olmayan bir məsələni gündəmə gətirmək, auditoriyanı çaşdırmaq və diqqətini yayındırmaq üçün qəsdən cəhddir. Əslində bu mövzunu dəyişdirmək və diqqəti başqa yerə yönəltmək cəhdidir. Baxaq. Məsələn, mən deyirəm ki, uşaqlara dərs zamanı söhbət eləməyin. Uşağın biri də qayıdır, deyir ki, şagirdin biri deyir ki, müəllim, mən söhbət eləmirdim ki, mən sadəcə söz soruşurdum. Görürsünüz, çox mənalı danışır, fikri yayındırır, söhbəti dəyişir. Bu zaman oldu çox mənalı danışmaq məntiq xətasına yol vermək. Və yaxud da yəqin ki, çox insanın evində baş verən bir şeydir. Ana ilə uşağın arasında olan bir söhbət. Məsələn, ana deyir ki, uşağına, övladına deyir ki, buraları çox dağıtmısan, oyuncaqlarla doldu hər yer, gəl kömək elə, oyuncaqları yığışdıraq. Uşaq qayıdır demək ki, məsələn, ana, mən dağıtmamışam axı, məsələn, bacım dağıtdı, oyuncaqları bacım dağıtdı, mən niyə yığışdırım ki? Uşaq anasına deməkdən ki, öz valideyninə deməkdən ki, hə, ana, yığışdıraram, kömək eləyərəm, bura bizim evimizdir, səliqəli olsun deməkdən başlayır söhbəti kənarlaşdırmağa, söhbətin mənasını, məğzini kənarlaşdırmağa, söhbətdən uzaqlaşmağa və çox mənalı danışır. Daha sonra sirkulyar arqumentdən danışmadım mən deyəsən, ondan da danışaq. Sirkulyar arqument dairəvi əsaslandırmada gedir. Aha, bu məntiq xətası səhvi və ya düzgün fikri sübut etməyə çalışan zaman fikrini əsaslandırmaq istəyərkən yeni əsas gətirmək əvəzinə söylənmiş fikrin yenidən təkrar edilməsidir. Burada belə uzun yazılmağına baxmayın. Mən sizə daha asan formada öz fikrimi deyim necədir. Yəni fikir təkrarlanır. Məsələn, valideyn deyir ki, gəl uşaq, yatmaq vaxtıdır. Uşaq deyir ki, niyə? Valideyn deyir ki, çünki sizin yatmaq vaxtınızdır. Valideyn fərqli bir cavab vermədi axı, uşağı qane eləyəcək bir cavab vermədi axı. Yenə öz fikrini təkrarladı. Bayaq da dedi ki, yatmaq vaxtıdır. İndi dedi ki, çünki sizin yatmaq vaxtınızdır. Fikir təkrarlandı. Amma desəydi ki, yatmaq vaxtıdır. Uşaq desəydi ki, niyə? Valideyn deyə bilərdi ki, sən axşam tez yatmalısan ki, səhər də yuxudan duranda özünü gümrah hiss eləyəsən, yuxunu almış olasan. Dərsə gedəndə, məktəbə, bağçaya gedəndə sən özünü yorğun hiss etməyəsən. Bu zaman artıq məntiq xətasına yol verməmiş olardı. Amma fikrin təkrarlayırsa, bu zaman sirkulyar arqument məntiq xətasına, dairəvi əsaslandırma məntiq xətasına yol vermiş olur. Aha, burada bir də nümunə var. Yəni o nümunəyə də baxaq. Müəllim deyir ki, telefonla boşuna zaman keçirməyin, dərslərinizə çalışın. Şagird deyir ki, mən telefonla boş zaman keçirmirəm, dərslərimə çalışıram. Yuxarıdakı nümunədə şagird müəllimin sözünə münasibət bildirmək istəyərkən müəllimin dediyi fikri sadəcə təkrar edir. Yeni əsaslar gətirmir. Məsələn, uşaq desəydi ki, mən telefonla boş zaman keçirmirəm, telefonda hər hansısa bir dərslə bağlı araşdırma aparıram, o zaman doğru mühakimə olardı və məntiq xətası olmazdı. Ümid edirəm ki, dərsimiz sizə maraqlı olar. Əgər maraqlıdırsa, əgər izahlarımızı bəyənirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Videoların altından şərh yazın. İnşallah videolarımızın ardı gələr.